Salam əziz dostlar. Mən bu günləri istəyirəm sizə bu haqda danışam. Baxın dostlar, farslar, ərəblər və hər millət ki İranda yaşır, durubdu öz haqqını istir. Öz dili ilə, öz istəklərini istir. Biz Azərbaycanlılar Türk'ük, Azərbaycanlıyıq. Bir də bizim haqlarımız vardı. O haqları istəməliyik. O haqqa fərq etməz hangi gün bu haqqı istəyək. Bu gün məxsus gün deyil, bir özəl gün deyil ki, indi gəlib bizim haqqımızı istəyək. Amma indi tarixdə bir böyük fürsət əlimizə düşübdür. İranın başında Fars niruları tamam dünya ilə dərgirdilər. Özləri bir-birləri ilə savaşırlar. Qudrətləri səpələnib ora. İranın indi hər neçə şəhərində etiraz varsa, o qədər Farsın gücü onlarda dağılıbdır. Bizə indi xiyabanlara çıxıb Türk dilimizdə, tamam şəhərlərimizdə, Türk dilimizdə öz istəklərimizi fəryad eləməliyik. Biz ana dilində mədrəsə, hər nə istirik indi deməliyik. Bunun üçün Səttarxan olmanız gərəkir. Fədai olmanız gərəkir. Yəni, baxın, Səttarxanın danışgah mədrəki yox idi. Amma bir mövqeyiyyətdə gördü ki, dura bilər ayağa və inqilab eləyə bilər və durdu ayağa və inqilab elər. Yəni, bu günləri fəqət Təbrizdə gəlib bir neçə nəfər cəsarət eləsin, Azərbaycanın tamam şəhərlərində desin ki, mən istəyirəm öz şəhrimin Səttarxanı olam. Mən istəyirəm öz şəhrimin Baqirxanı oluram. Mən istəyirəm öz şəhrimin Seyyid Məhəmməd Xiyabanisi olam. Və desin, mən istəyirəm şəhrimin fədaisi olam, şəhrim öz haqlarına çatsın, mən fədai olmalıyam. Fədai dəstələr qurulmalıdır. Yəni, indi biz hər kəsən olduğu yerdə, olduğu şəhərdə, olduğu məhəllədə inqilabı başlasın. Tehran bundan nə istifadə elər, Fars bundan nə istifadə elər. Sən buna fikir verməyin. Onda gələk biz ayağımızı qoyaq, ölək. İndi bizim vaxtıdır, ən fürsətdir bizə ki, çıxaq, ana dilində mədrəsəmizi istəyək, iqtisadımızı istəyək, biz xudmuxtarı, heç olmasa da, əgər o adam ki, deyir, mən istəyirəm, istiqlal almayayım, gələk də xudmuxtarını ki, istəyə. Yəni, deyək ki, biz Tehrana maliyyat verməyəcəyik, Tehran da bizə gərək bir 30 il, 50 il izafi pul verək ki, biz bu 100 ildə bizi dalı saxladıqlarını təmin edəyək, təzmin edəyək, cübran edəyək. İqtisadımız gərək düzələ. Ana dilimiz gərək rəsmi ola İran səviyyəsində. Hər yerdə Türk yaşır, gərək orada ana dili, rəsmi dil ola. Həm iş dili ola, həm təhsil dili ola, həm idarə dili ola. Bunları bugün çıxıb şüar verməliyik. Bugün əgər rejim istəyə barışa bu millətlərin haqların sabahları verə, siz nə mənə alacaqsınız? Azərbaycanın nümayəndələri, şəhər şuraları, idarə rəisləri, müdürləri, ustandarları, fərmandarları bu günlərə Azərbaycandan hangi səsi alıb Tehrana göndərirlər? Ki, Azərbaycan milləti bu istəkləri istir. Bəzi nümayəndələr dururlar, sizin yerinizə danışmağa başlayırlar. Yəni, deyirlər ki, Azərbaycan Fərhəngistan-ı zəban-ı türkistdir. Necə Farsın Fərhəngistan-ı zəban-ı türkisi var, bizim də olsun. Bunlar istəyirlər, bu sözü demaqla deyirlər ki, Azərbaycanın istəyi fəqət ana dilində bir Fərhəngistan olmaqdır. O halda ki, bizə Fərhəngistan dərdimizə dəyməz ki. Bizim gərək əvvəl iqtisadımız düzəlsin, ikinci maliyyatımız verilməsin Tehrana və İrana maliyyat verilməsin. Üçüncü, 100 il bizi dalı saxlayıblar, o gərək cübran üçün ona izafi büdcə gələ Azərbaycana. Ondan sonra bizim dilimiz rəsmi dil olmalıdır İranın başında. Yəni, əgər İranda 2 dənə dil olmalı olsa rəsmi, biri türkcədir. Üçüncü dil ilə işimiz yox, o birisi millətlər özü bilərlər. Biz o birisi millətlərin haqları haqqında danışmırıq. Əgər farsı dil rəsmi deyilsə, bizim dilimiz rəsmi olmalıdır. Əgər bu məmləkəti bir dil təciziyə edirsə, farsı dildir. Buna görə ki, bu məmləkət təciziyə olmasın,
gərək ikinci dildə rəsmi olsun Azərbaycan türkçəsidir. Və bu rəsmi dil həm gərək mədrəsələrdə, danışqahlarda, əvvəl ibtidaidən ta danışqahın axırınacan buranın əsli dili ola. Bir nəfər göylü istərsə gedib ikinci dil farsı dili oxuyar. Bir də İranın hər yerindəki türk yaşırsa, hətta bir dənə ailə bir yerdə yaşırsa, o ailənin haqqı vardır, orada öz dilində mədrəsədə dərs oxusun. Ondan sonra da İranda şərt-i istihdam olmalıdır. Yəni, tamami işlərə, karicərçilikdən ta müdiri kulla, ustandara, vəzirə, hər nəməniyə şərti bu olacaq ki, türkü dilin bilə. Türkü dilin bilinməyən bir adam ki, istihdam olmuyor. Bu da ikinci şərtdir. Ondan sonra bunun yanında bizim müxtəlif istəklərimiz var. Hər şəhərin özünə aid istəklər var. Bizim dövlətdə, sirvətdə, məclisdə Azərbaycanın nümayəndəsi çox azdır. Tehranın nümayəndəsi Azərbaycanın nümayəndəsinin yarısından çox. Fəqət Tehran şəhərinin nümayəndəsi Azərbaycan iyalətlərinin nümayəndələrinin yarısından çoxdur. Yəni, Ərdəbil, Azərbaycan Qərbi, Azərbaycan Şərqinin nümayəndələri Tehran nümayəndəsindən olur. Təqribən. Azərbaycanın məclisdə olan lazım nümayəndələri yoxdur. Ondan sonra bizim nümayəndələrimiz özümüz seçək. Şurayı Mücəhvər adında bir şey seçməyək. Qanun əsası gərək dəyişilə, İrancılıqdan çıxa, farsçılıqdan çıxa, ola Azərbaycancı, İrancı ya nəhayətdə. Ya da kəsin İrancılığı qoya kənara, farslığı qoya kənara, bir dənə milli qanun olur. Hər iyalət özü müstəqil olur. Bizim bir də haqlarımız var. O haqlara bu gün siz çıxacaqsınız. Azərbaycanın haqların bu günləri çıxıb xiyabanda səsləməli yox, hamımız. Öz haqlarımızı qışqırmalıyıq öz dilimizdə. Əgər Təbrizdən, Ərdəbildən, o birisi şəhərlərdən ya hər yerdən fars dilində şüar çıxsa, bu Cumhur İslaminin və farsların ən böyük istəkləridir. Ki, qoyalar qabağına deyirlər, biz deyirik İranda, Azərbaycanda fars yoxdur, türk yoxdur, Azərbaycan çıxıblar eşiyə fars dilində deyir, canəm fədai İran. Əslən bizim İran adında bir dərdimiz olmamalıdır indi. İndi bizim dərdimiz öz şəhərimiz. Kəleybərin Kəleyber dərdi olmalıdır. Əhərin Əhər dərdi olmalıdır. Təbrizin Təbriz dərdi olmalıdır. Üskünün Üskü dərdi olmalıdır. Yəni, indi hər kəsin öz şəhərində öz dərdini düşünməli. Eyni halda da bizim bir milli dərdimiz var. Azərbaycanlıların bir milli dərdləri var. O milli dərdləri düşünməli. Hər kəs bu günləri deyir, Azərbaycan çıxmasın, Azərbaycan çıxırsa eşiyə, onun səsi farslara köməklik elər, farslar inqilab edirlər, fars inqilabıdır filan. Qətən bunlar Azərbaycana xiyanət edirlər. Mən də olsam xiyanət edirəm, hər kəs olursa bu xiyanətdir. Çünki Azərbaycanın bu qədər tarixdə zəif bir, qəvi bir nöqtəsi ola bilməz. İndi İranın rejiminin tamam niruları hər yerdə səpələniblər, Azərbaycanı sərkub eləməyə gücləri olmaz. İkinci nöqtə keçirəm deyəm, bu günləri bəzi videolarda görsənir ki, İran öz adamların dəyənə ilə, qəmi ilə çıxadı xiyabanlara. Ki, gedin xiyabana, xiyabandan çıxadanları vurun. Burada hər şey sizə desə ki, mübarizə mədəni el-ruh, mədənidən də mənzur budur ki, hökumətə baş əyəcəyik, qanuna baş əyəcəyik, yalan deyir. Bunlar sizə deyirlər təslim olun. Əllərinizi qozuyun, başınızı salın zəncirə. Mübarizə mədəni o yerdə mənası vardır ki, hər iki tərəf mədəni olalar. Dövlət də qanuna əməl eləyər. O zaman ki, dövlət özü qanunları sındırır, özü nəcatpərəstdir, özü ziddi türküdür, radyo televizyonu ziddi türküdür, ruznaməsi ziddi türküdür. Burada mədəni anlamın anlamı bu deyil ki, onlar üçün ziddi türklər, biz də deyək, çəş, başım üstə. Siz ziddi türk olun, biz də qəbul eləyək. Burada inqilab gərəkir. Burada mədəni mübarizənin anlamı budur ki, onun qabağında onun kimi rəftar eləməlidir. Əgər o qəmə götürür, əgər o tüfək götürür, əgər o silah götürür, əgər o bir iş götürür, istəyir Azərbaycanlını qorxutsun ki, gəlib xiyabanda haqqını istəməsin. Sənin şəhərindir, sənin haqqındır, durasan. Siz məcər o bəsizləri tanımırsınız. Siz məcər o pastorların evlərini tanımırsınız. Məcər onlar sizin məhəllənizdə yaşamırlar. Məcər onlar ayrı bir kürədən gəliblər Təbrizdə, ayrı bir şəhərdən gəliblər, pastor olublar, bəsici olublar, molla olublar, filan olublar.
Siz yəni məhəllənizdə mollaları tanımırsınız. Siz məhəllədə dadgahlarda işləyənləri tanımırsınız. Siz məhəllələrdə, indi bunu deyəndə mənim öz famililərim də dadgahlarda işləyirlər, qazidirlər. Amma əgər Azərbaycan xidmətinə gəlməsələr, sizin əlinizdə. Hər kəs Azərbaycana çönməsə, Azərbaycanın mənafeyin hər yerdə difa eləməsə, o sizin əlinizdə. Mənim dədəm də olsa, qardaşım da olsa, bacım da olsa, bu millətin haqqıdır. Millət haqqı üçün 4 dana hökumətin tərəfdarına ki, oradan hüquq alır, bu fürsəti verməsin ki, desin Azərbaycan ayaq üstə qalxmasın, Azərbaycan mədəni rəftar eləsin, mədəni rəftarın adı təslim deyil. Mədəni rəftar o yerdədir ki, orada hamı mədəni rəftar edir. Azərbaycana bu günləri, sözümün xülasəsi, Azərbaycana bu günləri Səttarxan lazımdır. Səttarxan cəsarətlidir, savaşçıldır, millətinin yanında durandır, millətinin səsini qışqırandır. Millətinin səsi üçün ölümə gedəndir. Fədai dəstələri lazımdır. Dursun, desin ki, mən vətənim üçün fəda olacağam. Hər 5 nəfər, hər 10 nəfər ki, bir-birinizi tanırsınız, bilirsiniz ki, xiyanət əhli deyirsiniz bir-birinizə. And için bərabər çıxın, bərabər gedin, bərabər savaşın, bərabər qeydin. Əgər birinizi tutsalar, hər neçə nəfər tutsalar, tökünün üstlərinə onu alın. Yəni vurun alın. Yəni vaqiyyət budur. O zaman ki sizin birinizi tuturlar, aparırlar zindana, aparırlar edama, aparırlar şikəncəyə. Sizin vəzifəniz nədir? Onu qorumaq. O adamı döyəcəksiniz Niruları, o adamı əlindən alacaq. Niru sizi görəndə qorxacaq. Şəhərizi səngərbəndə eləyəcəksiniz. Səttarxan hətta Türk hökumətinin qabağında Azərbaycanı 11 ay səngər qoydu hər yerinə. Tamam küçələr, şəhərlər, şəhrin cıraqları, zatları səngər elədi. Bura bir qeyri Azərbaycanlı girə bilməz. Siz şəhərlərinizi Azərbaycanın azadlığı üçün, Tehranla işiniz yox. Siz öz şüarınızı verin, qoyun Tehran görsün ki, siz nə istəyirsiniz. Farslar görsün ki, siz fərqlisiniz. Siz rejimin getməyi ilə müşkülünüz yoxdur, Farsların getməyi ilə müşkülünüz yoxdur. Siz vətənizi düşünürsünüz. Sizin haqlarınız fərqlidir. Onlar da görsünlər, siz çıxdınız, ana dilimdə mədrəsə, mənim dilim rəsmi olmalıdır. Mənim dilim mədrəsədə Fars, Azərbaycanda Fars dili oxunmamalı. Şüar bu olmalı. Azərbaycanda Fars dili rəsmi olmamalı, oxunmamalı. O zaman ki, sənin şüarın bu oldu. O zaman ki, sənin bu oldu ki, Azərbaycan topraklarında, Türk yaşayan yerdə Türk dili rəsmi olmalıdır. Türk dili amuzuş verməlidir. Fars nə cür bunu təfsir eləsin? Fars nə cür bundan istifadə eləsin? Siz onu mənə deyin. Siz öz şüarlarınızı verin. Azərbaycan yaşasın demək olmaz. Azərbaycanı yaşadacaqsan. Azərbaycanı nə cür yaşadacaqsan? Duracaqsan ayağa, Azərbaycanın istəklərini istəyəcəksən. Azərbaycanı tikəcəksən Farsın qabağına, İranın qabağına, olacaq da Azərbaycan yaşayacaq. Azərbaycanı sən yaşadacaqsan. Azərbaycanı Farslar Urmu gölün qurudurlar. İndi deyirlər ki, 2018-ə qərardı, 97-ci ildə 50 milyar pul verilər. İndi 2018 başlayıbdı. Bunlar istə pul verirlər. Yəni bu ki, hər şeyi atacaqlar o zamana. Bunları siz qoyun kənara. Bunlar şüarlardırlar ki, istər bunlarla sizi məni toğlayarlar, xiyabana gəlməyək. Çıxsaq xiyabana, Farslar bundan sui-istifadə elərlər. Başarsalar, biz elə bir şüar versək, hə desək canəm fədai İran, Farsızla danışsaq, onda istifadə elərlər. Deyirlər, bax, Təbriz də Azərbaycan da çıxdı, Ərdəbil də çıxdı, Urmiyə də çıxdı, Xoy da çıxdı, Şəvistər də çıxdı, Əhər də çıxdı, Kəlibər də çıxdı, Zəncan da çıxdı, Qəzvin də çıxdı, ora da çıxdı, bura da çıxdı. Bunlar deyirlər, canəm fədai İran, hamısı İrancıdır, hamısı şahçıdır. Amma sən çıxsan xiyabana desən ki, bura Azərbaycan, buranın dili Türk, burada Farsı dili oxunmayacaq, buranın iqtisadı, buradan Tehrana maliyyət verilməyəcəkdir. Burada sərmayə quzarı azad olacaqdır. Burada işsizlik aradan gedəcəkdir Azərbaycanda. Fars bundan nə cür danışır, danışsın. Sən orada Azərbaycanda şüarların Fars zidili olsun. Farsın bir də yaxşı adamlar var. Biz demirik ölüm olsun Farsa. Amma ölüm olsun şovinistə ki, deyə bilirik. Ölüm olsun Fars nəcat pərəstə ki, deyə bilirik. Ölüm olsun İrancılığa ki, deyə bilirik. Yaşasın Türk dili, rəsmi olsun Türk dili deyə bilirik. Azərbaycan maliyyat verməsin.
geri qalmışlıqlar cübran olsun ki deyə bilirik. Şairlərimiz var, bunları şuara çevirə bilərlər. Nədən çıxıb biz istəmirik öz? Bir iddə xain adam oturub orada, Instagramda, Telegramda, orada, burada deyir ki, çıxsaq fars istifadə elər. Biz öz şuarımızı versək, heç kəs istifadə edə bilməz. Qardaşım, bacım, sən bu tarixin bu zamanının Səttarxanı ola bilərsən, Səttarxanın rolun, yerin, nəqşini oynaya bilərsən. Sən Zeynəb Paşanın yerini oynaya bilərsən. Sən pişəvərinin yerini oynaya bilərsən. Sən bu günləri pişəvəri olub Azərbaycan istiqlal aparmaq cürət, cəsarətinə malik ol. Sən bu günləri fədai dəstələri qur, Azərbaycanın istiqlalı üçün çıx xiyabana. Sənin xiyabana çıxmağın Azərbaycanın yaşamasıdır. Urmu gölünün istəyirsən yaşasın, istəyirsən Azərbaycana yağış yağsın, qar yağsın, abad olsun, iqtisadi güclənsin, sənin yerin, mülkün əlindən çıxmasın, səhraya çevirməsin farslar, duracaqsan bu günləri iddia eləyəcəksən. Yaşasın Azərbaycan, yaşasın hər adam ki, istəyir Azərbaycanı yaşasın. Sağ və səlamət qalın. Gələn görüş üzərinə.